Ednews TV-də xoş gördük sizi dəyərli izləyicilər. Bugün çox aktual məsələlərdən birini müzakirə edəcəyik. Oğlan uşaqlarının yeniyetmə dövründə yaşadığı problemlərlə bağlı danışacağıq. Verilişimizin qonağı Ülviyə Murtuzova, psixoloq. Xoş gəlmisiniz Ülviyə xanım verilişimizə. Xoş gördük, təşəkkür edirəm. Ülviyə xanım, cəmiyyətimizdə oğlan uşaqlarına qarşı fərqli bir tərbiyə metodu tətbiq edilir. Məsələn, oğlan uşağı ağlamaz və yaxud hisslərini biruzə verməməlidir. Bu kimi tərbiyə metodu onların gələcək həyatına, psixologiyasına necə təsir edə bilər? Erkən dönəmlərdə əslində dünyaya gəlmiş övladların bir neçə, məsələn, psixoloji yöntəmlərdə tərbiyə metodları var. Ümumiyyətlə, böyüdülmə kriteriyası deyilən bir şey var. Bizim müəyyən dönəmlər var. Məsələn, körpəlik dönəmi var, uşaqlıqdır, 0-3 yaş körpəlikdir, 3-6 yaş uşaqlıq dönəmidir, 6-12 yaş yeniyetməlik, gənclik, yaşlılıq və ahıllıq və s. Artıq həmin dönəmlərdə, baxın, uşaqlara qarşı davranış formasını ailə necə onlara qarşı tənzimləyirsə, onlar sadəcə belə olmalıdır deyə onları normativ olaraq qəbul edir. Təbii ki, bəzi ailələrdə oğlan uşağının həsrəti ilə yaşayan valideynlər qızları dünyaya gələndə onlar üzərində ona oğlanların oxşar formasını və prototipini yaratmağa başlayırlar. Təbii ki, bunların nə baş verir? 11 yaşdan sonra həyat tərzində həmin o xanımlarımızın artıq bəy kimi rəftarı və geyimlərinin kişi geyimlərinə olan marağı yaranır və bunun kökün sonucunu axtaranda valideyn nədən baş verdi? Mən hər zaman övladıma çox diqqətçil olmuşam, qayğı olmuşam, göstərmişəm, sevgi vermişəm də, amma əslində böyük bir bəlanın kökünü biz özümüz də bilmədən bu formada qoyduq. Və yaxud da əksinə, siz dediyiniz kimi, bəzən dünyaya gələn oğlan uşaqlarını həddindən artıq çox əzizləmə və sevgi vermək və onların sadəcə oyuncaqlarının, biz bilirik ki, uşaqlarımıza hətta seçilən oyuncaqların rəngi belə onlara təsir edir. Müəyyən dönəmlərdə oğlan uşaqları üçün istifadə etdikləri, baxın, geyimlərinin və oyuncaqların rəngi onun gələcəkdə olan dünyaya baxış bucağını tənzimləyir. Çox həssas və bəlkə də bizim gözümüzdən qaça biləcək bir məsələdir. Amma bəzilərimiz eyni bir məsələyə qayıdırıq. Oğlan uşaqlarını sevmək lazımdır ki, təbii ki, sevmək lazımdır. Amma həddindən artıq sən mənim həyatımsan, sən mənim canımsan, ürəyimsən, sənsiz yaşaya bilmərəm, sənsiz nəfəs ala bilmərəm kimi əzizləmə və oxşama kimi yanaşmalar qəti surətdə oğlan uşaqlarına daha çox edəcəyi önəmsənilmir. Oğlan uşaqlarını mən hər zaman deyirəm, bəlkə də bu çıxışı mənim bir mənalı qarşılanmadı. Oğlan uşaqlarının müəyyən yaş dönəmindən sonra valideynlərlə bərabər bir yataqda yatması. Analar var ki, övladını ağuşuna alır, qucaqlayıb yatır. 12 yaşından yuxarı uşaqlarda əslində bunlar etik deyil və bunlar yaxşı bir nəticə və göstəriş aparmır. Oğlan uşaqlarının yanında analarının çılpaq və yarımçılpaq formada gəzib, paltar soyunub giyinməsi qəti qadağandır. Necə təsir edir onlar? Əslində nə baş verir? Müəyyən dönəmlərdə baxın, 11-13 yaş uşaqlarımızda artıq onların temperamenti və instinktlərin oyandığı bir dönəmdir. O dönəmlərdə həmin övladlarımızda analarına bilirsiniz nə yaranır? Müəyyən yaş dönəmindən 33 və 34 yaşdan sonra artıq gələcəkdə özünün həyat yoldaşı və seçdiyi partnyorun tip anası formasında olması düşüncəsi yaranır. Mən artıq bu daha çox indi yayılmış bir məsələdir ki, oğlanlarımızda məsələn evləndiyi zaman seçdiyiniz xanım necə olmağını istəyirsiniz, anidən düşünmədən bir cavab verirlər, anam kimi bir xanım. Əslində bunun oxşarlığı və bunun yaranma səbəbi hardan qaynaqlanır desək, baxın, ana artıq özündə səni mənim qədər sevən olmaz. Sən evlənsən də belə mənim qədər sənə qayğı bəsləyən olmaz. Təbii ki, hər bir ana övladını sevir, sevməlidir də, bunlar normaldır. Amma bunları bu dərəcədə aşılamaq, onun gələcəkdə olan qadınlara və ailə quracağı xanımdan bir növ yadlaşmaq kompleksini qoyur ortada. Yəni, mənim üçün ideal qadın anamdır, mənim üçün həyatda mənə hər zaman təmənnasız sevgi bəsləyən qadın anamdır. Bu hissi artıq onda şuuraltı, belə deyil, artıq təfəkküründə yerləşdirir. Ailə qurduqdan sonra nə baş verir? Ana mütəmadi olaraq ondan sonsuz dərəcədə maraqlanmaları və bu intervalların həddən arada qısa olmaları, nə yedin, yemək yedinmi, yeməyi necə bişirmişdi, nə bişirmişdi deyə maraqlanmaları təbii ki, artıq bu oğlanda, bu bəydə bir asıllıq yaradır və hər zaman anam bunu belə etməz, anam bunu bu cür bişirməz, sənin bişirdiyini mənim anam... Artıq bilirsiniz necə, hər zaman ana tipini ortaya qoymaq və xanımını görməzdən gələrək ana tipini ortada ideallaşdırmaq
təbii ki, qarşı tərəfə də xoş gələn bir təəssürat yaratmır. Sonucda burada ailələr baxın ciddi konfliktlər yaşayır. Bu konflikt keçir münaqişəyə, münaqişə keçir həddindən artıq bir-birinə soyuqlamalar və təbii ki, boşanmaların da deməzdim bütövlükdə müəyyən bir hissəsinin səbəbində bax bunlar durur. Bir metod olaraq cəmiyyətə kimisə yetişdirib töhfə ediriksə bir övladı, təbii ki, o bizim güzgümüz, simamızdır. O bizim zəkamızın, intellektimizin bir nəticəsidir. Ortaya qoyuruq onu. Əslində mən bugün ağıllı bir qadınamsa, mənim övladım əgər ağılsız ola bilməz əslində. Ağılsız hərəkətlərə meylliliyi yarana bilər ki, o boşluğu da mən ağıllanayam ki, geri çəkərəm onu. Amma burada bir şey ortaya çıxır. Məsələn, anaların təbii ki, hər zaman deyirəm, xanımlarda mülayimlik, təmkinlik, kübarlıq əslində qorunmalıdır. Bu hisslər onlara daha doğrusu aşılanmalıdır. Səbir və təmkin xanımın birinci əslində soyuq silahı olmalıdır. Bütün əldə edilən uğurların birinci açarı insanda səbir və təmkindir. Düşmənlə mübarizədən tutmuş, həyatda arzuladığın ideallara çatmağa qədər. Bütün bunlarda birinci olaraq praktik taktika səndə səbir oynayır. Oğlanlarımızda nə var? Təbii ki, burada səbir, təmkini aşılamaq onlarda o qədər də effekt verməyəcək. Bunlarda sevginin, əslində baxın, sevgi torpağa, vətənə, ailəyə, anaya, övlada bu sevgini anladıq. Amma bunda bir cəngavərlik hissi olmalıdır. Bir kişidə əgər xarakter və xarizmatik bir xüsusiyyət yoxdursa, biz onu gələcəkdə kişiyə spesifik xüsusiyyətləri onda axtarmayaq. Biz onları həddindən çox mülayim və həlim formada böyüdülməsi bu əslində düzgün bir şey deyil. Oğlan uşaqlarının ağlı kəsdiyi bir dönəmdə 3 yaşından üzərindən biz onlara artıq məsələn sabahın əskəri, sabahın cəngavəri, sabahın mərd bir oğlu kimi aşılamalıyıq. Yəni ki, məsələn, oğlan uşaqlarına demək ki, sənə ağlamaq olmaz, yəni hisslərini biruzə vermək olmaz. Bu doğru bir metoddur deyirsiz. Əslində doğru metod yox. Məsələn, ağlamaq, sən ağlaya bilmərsən, kişi ağlamaz. Əslində bu tam yanlış bir yanaşmadır. Kişinin ağlaması, hətta hönkürtü ilə, hıçqırtı ilə belə ağlaması onun zəif bənd olmasına ümumiyyətlə dəlalət edə bilməz. Tam yanlış bir göstəricidir. Məsələn, belə deyək, onda xanımlar var ki, ağlamırlar, özlərini cəsarətli, mətanətli tuturlar. İçərilərində bir vulkan partlayır. Sadəcə aqressiyanın o qədər böyük bir onda elə çıxır ki, onların xanımlıqdan, xanımlıq düşüncəsindən, həyat tərzindən anlayışı mı yoxdur? Əsla elə deyil. Əslində oğlanlarımıza baxın, düşdüyün situasiyadan nə baş verirsə versin soyuqqanlı olaraq çıxmağı aşılamalıyıq. Buradadır hər. Bunu aşılamaq cəsarət tələb edirmi deyim, bir qədər daha çox biliyə sahib olmaqmı? Erkən dönəmlərdə uşaqlarımıza bu bilgi üçün zaman ayırıb, ola bilər bizim 1-2 ayımız keçəcək, müəyyən bir vəsait verib, müəyyən bir ədəbiyyat alıb, özümüz üçün bir örnək olaraq kitablar oxuyacağıqsa, inanın ki, bu bizim üçün daha önəmli, daha sərfəli olacaq. Nəinki həmin o uşaqlarımızda gələcəkdə ciddi davranış pozuntuları və şəxsiyyət pozuntuları və cinsi kimlik pozuntuları yaşadığımız zaman çəkdiyimiz əziyyətlə müqayisədə. Baxın, elə bir dönəm yaşanır ki, cinsi kimlik pozuntusu deyilən psixologiyada bir pozuntu var, çox ağır bir pozuntudur. Hətta onun elə bir dönəmləri var ki, o dönəmi yaşayan, məsələn, yeniyetmələrdə onların heç bir formada dünya miqyasında geri dönüşü olmur. O necə olur, yaşanır olar? Məsələn, belə deyək də, artıq cinsi kimlik pozuntuları 3 formada özünü göstərir. Burada homoseksualizm var, bioseksualizm var, transvestizm adı altında gedir. Cinsi kognitiv pozuntulardır, yəni bunun disfunksiyonal pozuntulardır. Bir də parafiyalardır ki, bunlar variasiyalardır. Bu pedofilizm falan, uşaqların falan müəyyən yaş dönəmində olan insanların onlara qarşı meyillidir. Bunlar haqqında da çox əslində danışmaq lazımdır, amma o qədər də danışılmır. Birinci üstündə dayandığımız cinsi kimlik pozuntusudur. Yenə də ananın üzərinə düşürük. Ananın üzərinə mən deməzdim. Burada sırf olaraq ailə tablosu əslində müştərək fəaliyyət göstərməlidir. Burada övladın üzərinə bu təbii ki, məsələn, homoseksualizm üzərinə əziyyət çəkən bu cinsi kimlik pozuntudur. Pozuntu nədir? Xəstəlikdir. Əgər bundan övlad əziyyət çəkirsə, bu doğuşdanmı yaranır? Doğuşdan yaranan, məsələn, cinsiyyətin 2 orqan olması ilə doğulan övladlarımız var ki, tamam, bunu başa düşdük. Amma bunun sonradan hisslərinin və duyğularının yaranması müəyyən ortamdan başlayır. Bunun kiməsə olan danışığı və göstərdikləri nələrinsə üzərindən meyillərindən yaralanır. Birinci başlayır maraq, mən buna baxım, filan kəsə sən belə bir şey göstərmə.
vermisən, olarmı məndə baxım kimi maraqlar, maraqdan sonra başlanır onun haqqında düşüncələr, düşünür. Bu artıq nədir? Və hər nə etdikdə, yatdıqda, durduqda, oyandıqda, gündəlik həyat tərzində bunun sadəcə refleks olaraq beynində şuuraltı düşünməsidir. Bunu bəzən çox düşünmədə obsessiv, yəni sarışan nevroz vəziyyətinə qədər gələcək kimi düşünürlər. Düşündükdən sonra artıq bir şeyi həyata keçirmək üzərində cəhdlər başlayır. Artıq maraq oyanıb. Bu maraq bizi onu həyata keçməsinə sövq edir. Bu həyata keçmə prosesindən sonra əgər başlı verdisə, bundan sonra fantaziyalar başlayır onun üzərində. Artıq mən etalon olaraq əgər bir formada bir həyat tərzimi yaşadımsa, artıq bu mənim üçün adiləşir müəyyən dönəmdən sonra. 1 ay, 3 ay artıq başlayır yeni illüziyalar və fantaziyalar. Bunu gerçəkləşdirməkdir. Daha da əhatəmi böyüdüm, müəyyən partnyorlarım sayı artsın və bu zaman nə baş verir? Artıq həmin dönəmi yaşayan oğlan uşaqlarında onların geyim tərzləri, baxın, onların danışdıqlarında ətrafında olan kontingentinin dəyişməsi belə sözlərinin tələffüzü, baxışı, jestika, mimikaları belə tam fərqli olur. Bu zaman artıq böyük bir həyəcan təbili çalınır. Valideyn övladını təbii ki, geri dönüş etməyə çalışacaq. Burada bir həssas, mühüm bir məsələ yaşanır. Əgər onların həmin o münasibətdə çox həssas bir dönəmləri baş veribsə və orada onların həzz məsələsinə qədər ifrat dərəcəyə gəlib yaşanıbsa, onları geri dönüş etmək dünyada ümumiyyətlə heç bir psixoanalitik belə onu etməyib. Yaxşı halda belə onun əks cinsinə marağını oyada bilərlər kimi, bu da daha çox evləndirmək, yəni bu formada evləndirəcəyik kimi bu həyat tərzinə nail ola bilirik. Amma onun yenə də eyni cinsdən olan marağına qarşı qarşısını ala bilirikmi? Bu olmur. Bu əslində çox ağır bir pozuntudur və vaxtında təbii ki, valideynlərin bilməsi onun qurtuluşuna gətirib çıxara bilər, amma gecikmiş dönəmdə heç bir fayda vermir. Bu yeniyetmə dönəmi ən həssas bir dönəmdir. Əlbəttə ki, burada uşaqlarda, oğlan uşaqlarda daha çox aqressivləşmə baş verir. Hətta onların xarici görkəmində olan dəyişikliyə belə nəsə deyəndə həmən özünə qapanma prosesi gedir. Belə olan halda valideyn nə etməlidir? Mülayim mi davranmalıdır? O da mı sərt davranmalıdır? Yoxsa sizin dediyiniz kimi o soyuqqanlılıq taktikasından istifadə etməlidir? Nə etməlidir valideyn? Əslində valideyn birinci əgər övladı ilə ilk növbədə dost olmalıdır. Əslində nə qədər ki bizim pərdələr, belə dediyimiz qırmızı xəttlər, bariyerlərimiz çox olacaqsa, çünki artıq həmin dönəm deyil. Məsələn, biz keçən illərə, əsrlərə qayıtsaq, məsələn deyilirdi ki, övlad valideyn arasında ciddi bir sütun olmalıdır, səd olmalıdır. Yəni artıq ondan hər şeyi danışmaz, bölüşməz, ayıb. Amma indi o şuur və təfəkkür üzərində heç bir şey formalaşmayıb. İndi əksi. Mən övladımla dost olub, birinci növbədə valideyn onun ətrafındakı olan dostlarını öz oturduğu ortama və evə gətirməlidir. Sənin münasibətdə olduğun çevrəvi tanımalıyam deyə yola çıxmalıdır. Bunu qorxaraq yox, üzərinə baskı edərək yox. Sadəcə bilsin, elə bir güvən yaratmalıdır ki, övlad inanın ki, bu gerçəkdir. Bunu övlad o əziyyətdən və pozuntudan əziyyət çəkən belə övlad gəlib anasına danışacaq. Bəlkə atasına hansısa formada biraz qorxacaq, atanın təpkisi və baskısı başqa cür ola bilər. Amma analar övladına hər zaman bir mesaj ötürməlidir. Hər nə olursa olsun, ana olaraq yanındayam. Hər nə qədər yanlış etsən də belə, səhvlərinlə belə mən sənin yanındayam kimi mesajını ötürməlidir. O zaman artıq uşaqda bilirsiniz nə yaranır? O zaman uşaqda özgüvən yaranır. Özgüvən övladın, hər nə balacaqsa mən anama deyəcəm və mənə sahib çıxan bir kimsən var deyən düşünən övlad çox cəsarətli olur. Heç bir zaman haqlı ikən haqsız duruma da düşə bilməz. Bu kimi problemlər həddindən artıq çoxdur, amma daha böyük deyərdim ki, günümüzün bəlalarından birincisi İstər oğlan uşağı, istər qız uşaqları da elə bura aid etmək olar. Bu mobil telefondan aşırı asılılıq. Yəni valideyn heç bir şəkildə artıq elə bir həddə gəlib ki, valideyn 90% baxsaq çarəsizdir. Asılılıqlar artıq elə bir asılılıqdır ki, onu məsələn əlindən almaqla demək olar ki, o belə deyək, metod çıxış yolu deyil. Aldıq, müəyyən bir təpki göstərəcək. Onun da bizə qarşı təpkisi nədir? Qisas almaq, intiqam almaq hissini uşaq öz dünyasına düşünəcək. O da nədir? Yemək yeməyəcəm, məni cəzalandırmağı düşünəcək öz hərəkətləri ilə. Dərsə getməyəcəm, dərsdə oxumayacam, gedib
deyək dərsdə müəyyən belə deyək də hiperaktiv hərəkətlər edəcəm, müəllim məndən şikayət etsin, bax sən artıq müəyyən bir duruma düşürəcəm, səni küçümsəyəcəm orada. Bununla intiqam kimi variantlar düşünəcək və yaxud da artıq bilirsiniz necə dağıdıb, qışqırmaq, bağırmaq, çılğınlamaq, bu da artıq bir işə yaramır. Yenidən artıq mobil telefon qalacaq bir kənara, biz bunun aqressiyasına məşğul olacağıq. Valideyn bir qrafik tutmalıdır övladına. 8-də məktəbə gedən övladı saat 2-də evə gəlirsə, saat 3-də onu bir məşğuliyyətə, bir oğlandırsa onu idmana, qızlardırsa onu müəyyən bir məşğuliyyət dərnəklərə qoymalıdır. Yeniyetmə dövrünü keçən istər oğlan uşaqları, istər qız uşaqları, bunların fərqli və oxşar cəhətləri hansılardır və bu dönəmdə yekun olaraq valideyn özünü necə aparmalıdır? Valideyn bax dediyim kimi, birinci həlim və mülayim formada dostluq münasibətli birinci bax kök yəni, oradan bu qıza da aiddir, oğlan. Bir mənalı olaraq qızlarda daha çox bağlılıq olmalıdır. Ana ilə bilirik ki, qızların təması analarda daha çox yaxınlıq var. Nəinki ataya qarşı sevginin göstəricisi çox olur, anaya qarşı bağlılığın göstəricisi çox olur. Ona görə də qızlarla həmsöhbət. Məsələn, bax dediyim kimi, oğlan uşaqlarının, dostlarının və qızlarının rəfiqələrini 10 yaşından sonra telefonla danışdığı, bölüşdüyü, paylaşdığı kim olursa olsun onu ana tanımalıdır. Eyni zamanda oğlanlara da bu aiddir. Oğlanlar da daha çox məsələn nəyə görə biz deyirik analara qadın hərəkətləri və davranışları, qız sayağı davranışların müəyyən dərəcədə olması ataların da bəzən oğlan uşaqlarına vaxt ayırmamasıdır. Atanın baxın ailədə qızın üçün nümunə olacaq ana tipi hər zaman oğul üçün ana göstərilir, eyni zamanda qız üçün ata göstərilir gələcəkdə ailə qurmada. Bu nədən qaynaqlanır? Məsələn, atanın anaya qarşı davranışı evdə, münasibəti qızın gələcəkdə özünün seçdiyi partnyorun görkəmidir. Əgər şiddət uygulayan ata varsa o evdə, qız heç bir zaman məsələn soruşsan deyəcək mən ailə qurmaq istəmirəm. Bunu görən qız düşünür ki, mən də sabah ailə quracağım kişi bəy mənə onu yaşadacaq. Ona görə ailə qurmaqdan çəkinir. Eyni zamanda da ananın övladının məsələn həyat yoldaşına qarşı davranışı oğlunun gözündə gələcək xanımını reallaşdırır. Ona görə hər zaman deyirəm valideynlər, etdiyiniz, danışdığınız hər söz, hər addım bizim övladlarımızın gələcəkdə seçənəkləridir. Təşəkkür edirəm Rübeyyə xanım. Çox edirəm. maraqlı fikirlərinizi bizimlə paylaşdığınız üçün. Dəyərli izləyicilər, ümid edirəm ki, bugünkü verilişimizi bəyəndiniz. İzləməyə davam edin bizi. Növbəti verilişimizdə görüşmək ümidi ilə hələlik.